Necəsiz, əhval-ruhiyyəniz necədir? Qəmər xanım, Elmirə xanım, İbrahim bəy bugün bizimlədir, Elçin müəllim bugün bizimlədir və sözsüz ki, David bəy və Yosifa xanım. Yaxşısınız, əhval-ruhiyyəniz yaxşıdır? Buyurun. Я благодарю вас каждый раз и хочу больше поблагодарить. Потому что вот после вашего визита в Азербайджан я вот всегда с вами вместе и смотрю на ваши передачи, сама бываю здесь. Очень многие люди благодарят вас, очень от души. Они прям так радостно хотят сказать, что спасибо. Даже очень многие люди слова хотят в вашей руке. Sizin hətta çox insanlar var ki, əlinizdən öpmək istəyirlər ki, siz belə gözəl və müqəddəs bir işlə məşğulsunuz. Aydın məsələdir ki, hələ aydın olmuyor ki, bu niyə baş verir, nə üçün baş verir. O valideynlər həqiqətən çox böyük sarsıntı keçirirlər, uşaqlarının övladı ilə bağlı. Belə deyim, ümidlərini itirirlər. Hər bir valideyn istəyir ki, onun övladı sağlam olsun. Analıq hissi elə bir hissidir ki, o ancaq uşaqlarına sağlam şəkildə baxanda o xoşbəxtliyini tapa bilir. Bax, buna görə mən sizə təşəkkürümü bildirirəm. Allaha üzümü tuturam ki, bütün xəstəlikdən əziyyət çəkən uşaqlar sağlam olsunlar, tez bir zamanda sağalsınlar. Və mən sizdən xahiş edirəm, mən sizdən rica edirəm ki, siz o bilgilərinizi digər mütəxəssislərə. Далее я хочу сказать, спасибо за теплые слова. И вы совершенно правильно обратили внимание на то, что важно и для вас, вероятно, İstəyirəm ki, bir nüansa diqqət yetirəsiz. Həm sizin üçün, həm də bizim üçün bu çox önəmlidir. Для меня лично важна возможность передачи нашего опыта специалистам, которые занимаются особыми детьми. И я об этом говорю все время практически. Mən bunu həmişə söyləyirəm ki, xüsusilə autizm uşaqlarla, ümumiyyətlə, bax bu kimi uşaqlarla məşğul olan mütəxəssislər ki var. И мы уже проводили в Баку mastер-классы по лечебной O mütəxəssislərə biz öz bilgilərimizi ötürməyə hər zaman hazırıq və biz artıq Bakıda master-klass, ustad dərsləri keçirtmişik artıq. Буквально вчера закончился курс обучения bakınskого spesialista по muzikальной terapии. Bakıda olan mütəxəssislər üçün xüsusilə musiqi terapiyası ilə bağlı dünən elə bizim kurslarımız artıq bitib. Yerusəlimdən bura gələn, Azərbaycana gələn mütəxəssislər artıq o kursları bitiriblər. Bizim çox böyük arzumuz var ki, biz öz bilgilərimizi çox arzu edirik ki, bu işlə məşğul olan mütəxəssislərə ötürəməyə hazırıq. Biz buna görə çox sevinərik ki, o bilgilərimizi biz sizin burada Azərbaycanda olan və bu bilgilərə sahib olmaq istəyən, öyrənmək istəyən mütəxəssislərə bizim ötürməyə hər zaman hazırıq, bunu etməyə hazırıq. Есть еще один вопрос, я очень извиняюсь, мне вот что интересно, вот то, что вы даете ваши знания другим специалистам, которые они хотят вас видеть в вашем месте, а вы видите их, ну, хотя бы наполовину, что ваши знания они принимают, siz ki bu mütəxəssislərə öz bilgilərinizi ötürürsünüz. Одобряют вашу эту знание. Yəni sizdən bu bilgiləri alanlar necə düşünürsünüz? Sizcə heç olmasa sizin bilginizin yarısını belə götürə bilirlərmi? Bəli, bizimlə çalışan mütəxəssislər hər biri peşəkardırlar. Çox böyük təcrübəyə malik olan mütəxəssislərdirlər və o mütəxəssislər sözsüz ki, bax bu kurslarda əziz tamaşaçılarımız elə dünən onların kursları başa çatıb, çox gözəl şəkildə ötürə bilirlər, yəni anlada bilirlər bilgilərini. Наша нацеленность еще bizim не только на то, чтобы передать наш опыт специалистам, но и прежде всего родителям. Bizim əsas məqsədlərimizdən biri təkcə bu təcrübəmizi mütəxəssislərə deyil, eyni zamanda valideynlərə də ötürməkdir, valideynlərə də öyrətməkdir.
və ilk növbədə budur. Əsas valideynlər. Biz konferanslar keçiririk valideynlərlə bağlı. Большое количество разработанных нами методов и подходов xüsusi metodlar, yanaşma tərzləri var. Bu uşaqlara qarşı valideynlər üçün bax belə biz konferanslar keçiririk, valideynləri öyrədirik. İllərlə bu metodlardan istifadə olunub və biz hər zaman Хочу благодарить вам. Həqiqətən